Dəqiq işləyirsə təqdim eləyim. Öyle təqdim elə. İşləmir onda. Astaradan gəlmişik qoyun almaya, qoyun qozu almaya. Asabını bildin, ne kardeş? Hüseynov Dadaş. Asab. Ne almaksınız, neyle mal almaksınız? Qozu almaya gəlmişik. Astaradan gəlmişik. Dedilər Cəlilabadda yaxşıdır, ucuzdur. Biz də gəlmişik. Yeterli, alabildiniz. Ara bir alırıq da. Yayını bu gün alabilmişsiniz mi? Ala bilmişik. Qiymətlər necədir? Qiymətləri yaxşıdır. Qardaş, təsəvvürlə məşğuluq. Bu saat hal-hazırda qiymətlər düşüb, ucuzluqdur. Yəni bunun yeminlə, zadı ilə hesablayanda, müqayisə qoyanda həqiqətən bazar ucuzluqdur. Ne gətirmişsiniz satmağa? Bu qoyun gətirmişəm, görsən bu yanında balıq. Qurbanlıq mı? Qurbanlıqla deyəndə qoyun, yəni qurbanlıqla deyəndə bəli, elə qurbanlıq yox, quzu biraz pulda yatır. Bəli. Satmaq olur mu? Satmaq olur, biraz çətinlik var da, yəni Qiymətlər necə? qiymətlərlə baxır çəkiyə də. Baxır çəkiyə. Qiymətlər ucuzdur qardaşım, ucuzdur. Artım var mı qiymətlər? Artım deyəndə hələ fakt yoxdur. Başka bu koyunları da kuzuları da satıyorsunuz. Mən qoyunu məsələn satıram, yanı balı satıram 450-yə, 500-ə, 450-yə, 430-a, 420-yə. Qiymətlər əslən nəylə fərqlənir? Niyə fərqlənir? Fərqlər qiymətdə yəni fərqlər bundan qabaq məsələn biraz dəyəri var. İndi yemi bahadır bunun həqiqətən. Belə deyil, bu gördüyünüz bu koyunları bana neçə versiniz? Babamın verirəm, onun yanı balı görürsünüz, baxın ona. Onu verirəm 480-də, 470-ə. Bunu verirəm məsələn 300-ə, 400-ə, 420-yə. Onu verirəm, bunu verirəm 300 manata. Baba bunları bir-birinə fərqlənməyənlərdir. Fərqlənmək odur ki, yəni bu qoyunda bu fərq var da. Bunlar məsələn birinci qarın, ikinci qarın, üçüncü qarın, yəni bu diş məsələsi. Satılan koyunların, kuzuların digər koyunlarla fərqi nədir? Nəyə fikir verirsiniz? Yox, bir sən nə var? Qurbanlıq üçün, yəni qurban quzular üçün, quzular biraz bahadır. İndi əziz gündür, toylar var, qurbanlıq var, yəni bunlar indi onun üçün biraz indi fərqi var da, yəni qoyun quzulardan ucuzdur. Qurban üçün qoyunlar, quzular bahadır. Yəni, Qurbanlıq qoyun almağa. Alabildiniz mi? Bəli, aldım, qurban bu almışam. Nə qədər qalıb qurbana? Ayın 6-sıdır da inşallah. İndi bunun nə eləmək fikriniz var? Qurbanı saxlayıram, qurbanı da kesəcəm Allah qoysa. Neçə aldın? 305 manata. Neçə? 305 manata. Nətərdir qiymət bilirsən? Normaldır da. Qadə nədir mi? Çox axtardınız ya? Yox, elə girdim, çıxdım, heç 5 dəqiqə çıxır. Mən sizə nəyə fikir verirsiniz qurban olanda? Saf olsun, şikəstiliyi olmasın, nə bilim, belə də. Yəni qiyməti qan elətdiniz. Bəli, bəli. At bahadır, ancaq mal alan yoxdur. Astaradan gətirmişəm mal satmaya. Öz mal elə bir ki, almışam, yığmışdım, yəni sataram, sonra da indi gəlmişəm bazara sata bilmirəm. Məsələn, 50 kiloluq malı, məsələn, 13 ilə verməliyəm atı, məsələn, heç kim almır, ancaq atı 16 manatadır. Sən neçə istəyirsən? Alan yoxdur da, alıcı yoxdur. Bir dənə gilə də satmamışam, bu bazardır da, gəlmişik. Qabaqdan Qurban Bayramı gəlir, tələbat yoxdurmu? Yoxdur, tələbat yoxdur. Bizim fermamız var Astarada, heç nə, mallar hamısı qalıb sata bilmirik. Cəmaatda pol yoxdur, nədir bilmirəm. Yəni mal alan yoxdur? Yox, yoxdur, yox. Qabaqdan Qurban Bayramı gəldiyinə görə qurban heyvanları alırlar. Bu sizin malla qoyun arasında nə qədər fərq var qiymətdə? Qiymətlər biraz qurban bazarı olduğuna görə, biraz canlanma olduğuna görə bazarlarda biraz fərq eləyir. Rəngləri də fərq eləyir indi. Ət tək ətlə ölçülmür, rənglər də fərq eləyir ki, hamı istəyir ki, qurbana gözəl heyvanlar alıb aparsın. Biz də onları təmin edirik də, bacardığımız qədər sahibkar kimi əlimizdən gələni edirik. Çox sağ olsunlar ki, bizə bu şəraiti yaradırlar. Əsasən hansı heyvanlar alırlar? Ən çox toğlu alırlar, quzulu alırlar qurban üçün. Bir də erkək danalar alanlar çoxdur. Bakıdan gələn var mı? Bakıdan gələn də var, bəli. Gördüyünüz bu kürtüm var, bəli. Alıb aparmağa? Bəli, alıb aparmağa, bəli. O maşınlar Bakı maşınlarıdır. Göstərirəm sizə, o maşınlar Bakıdan gəlirlər. Bərdədən var, Masallı var, Səlyan var. İmişli var. Əvvəlki günlərlə indiki bazarda qiymətlərdə nə qədər fərq var? Heyvanlarda dediyim kimi Qurban Bayramı ilə əlaqədar canlanmadı. Bir də saxlamaq çətindir də. Bilirsən, presin qiyməti zadı. Qiymətdə hardasa 20-30 manat belə fərq eləyir. Fərq eləyir. Bəli. Quzu ətləri neçə düşür? Quzu əti düşür 19-20 manata düşür quzu əti. Neçə də gətirmişdin? Harsa 6-7 baş gətirmişdim. 270 manatdan satdım. Bir 15 kilo, 14 kilo arasında çəkisi. Hazırda sizin hara aparırlar, hara alırlar?
Hardan gəlib alırlar? Rayon sakinləridir çox, ən çox təşkil edir. Rayon Cəlilabad cəmaatı gəlir bura. Qıraq rayonlardan da var, amma ən çox yerli cəmaatımızdır. Bakıdan. Nə alırsınız sizdən? Kuzu, qoyun, kuzu. Nə ilə bağlıdır? Yəni qurbanlıq siz alırsınız necə? Qurbanlıq da Çınarlıq, belə mağazin də Çınarlıq. Qiymətlər necə? Məsələn, keçən həftə Baha. gəlmişdiniz. Qiymətlər də bahadır. Bir də əsas odur ki, orada biraz mənə elə gəlir ki, Bakıda da qəssəblərə şərait yaratsalar müəyyən qurumlar qiymətə təsir edir, qiymət düşər. Qiymətlərin artımı nə ilə bağlıdır? Qiymətin artımı onunla bağlı ki, məsəl üçün mən buradan heyvan alıram, aparıram Bakıya, düzdür. Bakıda mənə deyirlər ki, onu hansısa bir aparıb kəsim məntəqəsində kəsməlisən. O kəsim məntəqəsinə gecə saat 2-də mən o heyvanı kəsməyə aparanda İstər-istəməz gündüz maşın 20 manata getdiyi yolu gecə saat 2-də çağıranda 100 manat istəyir adamdan. 100 manat maşına verməliyəm, aparmalıyam məntəqəyə, təzədən orada kəsməliyəm. Səhər saat 4-də 5-də o əti Toçkuya qaytaranda Toçkuya. Gündüz vaxtı taksi 10 manata getdiyi yolu səhərə yaxın saat 4-də 5-də adama 50 manat deyir. Bundan qabaqki həftə buradan şəxsən alıb aparmışam 18 dənə heyvan. Ətinin kiloqramı Bakıda düşüb üstümə 18 manat 50 qəpiyə. Bu gün aldıqlarınız? Bu bazardan almışam. Bu gün aldıqlarınız neçə düşür? Yəqin ki, bugünkü də elə düşəcək. Elə bir güclü endirim fərqi yoxdur. Neçə almışsınız qoyunları hazırda? 300 manata, 330 manata alırıq. 16 kilo, 17 kilo ət verir də. İndi özünüz vurun, raskodun da gəlin üstə görün. Nəyə fikirlər istəsən alanda? Köhlüyə, sağlamlığa. Bu qurban məsələsinin qurban üçün alınan qoyunlarda sizə nəyə fikir verirsiniz? Sağlamlığa, köhlüyə yenə. Başqa bir şey fikir verirsiniz? Yox, xəstə heyvanı biz buradan alsaq apara bilmirik, yolda ölür. Heyvanda maşında Fordun içində, heyvanın ayağının altına düşür, ölür. Ona görə də bizə sərf eləmir xəstə heyvan almaq. Pulsuz da versələr al. Sonunuzda aldığınız qoyunla, indiki qoyunda qiymətdə eyni çəkili olan qoyunun nə qədər qiymətə fərq oldu? Demək olar, elə bir güclü fərq yoxdur. Təqribən. Sadəcə bu dəfə belə deyək də, biraz bolluq idi. Kök heyvan yaxşı seçib ala bildik. Qiymətdə elə bir güclü fərq yoxdur. Allah qəbul eləsin. Allah qəbul eləsin. Maşın dolu gedir.